İran, İsrail və Amerika üzərindəki qələbəsini qeyd edib bayramla. Yəni qələbəni bayramla, bayram kimi təmtəraqlı qeyd edib. İran hökuməti İsrail üzərində qələbə bayramını elan edib. Təbii ki, bunu bizim media xəbər verir ki, minlərlə insan Tehranı və İranın digər şəhərlərinin küçələrinə çıxaraq İsrail və Amerika ilə münaqişədə qələbəni qeyd edib. Təbii ki, tədbirlərdən belə görüntülər də yayılıbdır. Bax, belə bir insanlar küçələrdədir, İran bayraqları, təbii ki, qələbə marşını oxuyublar, qələbəyə aid həsr olunmuş mahnılar ifa ediblər. Təbii ki, belə olub. İnsanlar təbii ki, minlərlə insan Tehranı və İran digər şəhərlərinə çıxıblar küçədə, yenə də deyirəm, qeyd ediblər. İran Ali Milli Təhlükəsizlik Şurası İslam Respublikasının İsrail üzərində qələbəsi barədə məlumat yayıb. Bəyanatda deyilir və qeyd olunur ki, İsrail hücuma görə peşman olub, məğlubiyyətini qəbul edib. Bəli, Allah bütün insanları, bütün dövlətləri, bütün ölkələri müharibədən hifz etsin. Heç kim müharibə şəraitində və müharibə olan bir ölkədə yaşamaq istəməz və istəmir.